Avqustun 31-də Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 5-ci qurultayı keçirilib. Qurultayı açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirib ki, Respublikamızda bütün komitələrdə hər bir sahə üzrə hesabat seçki yığıncaqları keçirilib. Komitələrin qurultayları yekunlaşdıqdan sonra gələn il fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayı keçiriləcək. Qurultaya 1300-ədək nümayəndə seçiləcək. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov bildirib ki, rəhbərlik etdiyi qurum Həmkarlar İttifaqının 2012-2017-ci illər üçün üzvlərinin əmək, sosial-iqtisadi, hüquq və qanuni maraqlarının müdafiəsi sahəsində fəaliyyət proqramı hazırlanmışdı. Hikmət Osmanov bildirib ki, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının 2012-2017-ci illər üçün üzvlərinin əmək, sosial-iqtisadi, hüquq və qanuni maraqlarının müdafiəsi sahəsində fəaliyyət proqramı hazırlanmışdı. Bu fəaliyyət proqramına uyğun olaraq qurum işini daha da gücləndirəcək. Mərkəzi Təftiş Komissiyasının hesabatı dinlənildikdən sonra məruzələr ətrafında müzakirələr aparılıb. Ümumi Həmkarlar İttifaqları Konfederasiyasının 20 illiyi ilə əlaqədar və Həmkarlar İttifaqları hərəkatı qarşısındakı xidmətlərinə görə Hikmət Osmanova fəxri gümüş döş nişanı təqdim edilib. Qurultayda Hikmət Osmanov yenidən Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib. Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 4-cü qurultayına Konfederasiyanın sədri vəzifəsinə Səttar Mehbalıyevin namizədliyinin irəli sürülməsi və təklifin qurultaya təqdim edilməsi haqqında qərar qəbul olunub.